Beyninizi aldadıb tənbəlliyə qalib gəlmək üçün 7 üsul var. Diqqətlə qulaq asın. Birinci 5 dəqiqə qaydası. Təmiz vərəq qorxusuna necə qalib gəlmək olar? Təmiz vərəq isə yəni nə isə başlamaq. 5 dəqiqəlik taymer qurursunuz və işinizə başlayırsınız və 5 dəqiqə bitəndə, yəni taymer çalanda dayana bilərsiniz. Amma əgər istəsəz, ən çətini başlamaqdır və 90% hallarda 5 dəqiqədən sonra siz dayanmaq istəməyəcəksiniz. İkinci, çalışın işlərinizi üçlü eləyin. Perfeksionizm şərdir. Əgər siz nə isə ideal etməyə çalışırsınızsa, bu deməkdir ki, siz bacardığınızın yarısını belə etməyəcəksiniz. Heç olmasa üçlü etməyə çalışın və sonra istəsəz təbii ki, beşliyi də eləyə bilərsiniz. Növbəti üsul, ən çətin işlərdən başlayın. Onları gördüyünüzə görə sizin qürur hissiniz sizə dopamin verəcək və siz də qalan, yəni asan işləri daha rahat və gülərüz həll edəcəksiniz. Dördüncü, öyrənirsinizsə tətbiq edin. İnkişaf məhz budur. Öyrənmək, tətbiq etmək, öyrənmək, tətbiq etmək. Sonsuza qədər həmin o hər şeyi dəyişəcək bilginin dalınca qaçırsınız. Amma nəticədə həyatınızı bilgi yox, etdiyiniz hərəkətlər dəyişəcək. Və sonuncu, hərəkət motivasiya verir. Bilirəm ki, siz də, yəni əksər insanlar kimi düşünürsünüz ki, hansı hərəkəti etmək üçün, yəni nə isə etmək üçün sizə motivasiya lazımdır və siz həmin motivasiyanın gəlməsini gözləyirsiniz. Amma bu belə işləmir. Heç olmasa hansısa kiçik bir hərəkət eləyin və hərəkətin dalınca motivasiya gələcək ki, daha böyük işləri görmək istəyəcəksiniz. Yəni bu videonu bəyənib qayd etməyə dəyər, məncə işinizə yaradı və əgər bu belədirsə, səhifəyə də takib ata bilərsiniz. Təşəkkür edirəm.